Media işığında, gerçəklik və ümid yolunda uzaq, Azərbaycanın qədim torpaqlarında min illərin acı şirin xatirələrini və əcdadların hikmətini özündə cəmləşdirən bir kənd vardı. Bu kənd Əs-Sülhabad adlanırdı. Sülhabadın dardaş küçələri, yaşlı çinar ağaclarının kölgəsində sərinləşən meydanları və axan çayın sədası, keçmişin izlərini, ailə ənənələrini və xalqın ruhunu özündə daşıyırdı. Hər küncdə, hər daşda min illərin hekayəsi var idi, hər bir insanın qəlbində isə sevgi, mərhəmət və sarsılmaz ümid işığı yanırdı. Bu kənddə zamanın sınağından keçmiş, dəyərlərə sadiq insanlardan biri olan İsmail bəy yaşayırdı. O, Sülhabadın ən hörmətli və təcrübəli şəxsiyyətlərindən biri idi. İsmail bəyin sözlərinə qulaq asan gənclər, torpağın sədasını və əcdadların öyrətdiyi dəyərləri hiss edərək böyüyürdülər. Onun dediyi kimi, hər daş, hər yarpaq, hər axan su bizim əcdadlarımızın sədasıdır. Bu səs bizə həmişə gerçəkliyi, ədaləti və sevgini xatırladır. Lakin Sülhabadın sakit həyatı yavaş-yavaş dünya ilə daha sıx əlaqəyə girməyə başladı. Yeni texnologiyalar, internet və media vasitəsilə dünyanın hər yerindən xəbərlər Sülhabada yaşayan insanlara çatırdı. Bu, kəndin həyatında böyük dəyişikliklərə səbəb olurdu. Bir zamanlar yalnız torpağın sədası ilə həyat quran insanlar, indi modern medianın parlaq işıqları və rəngarəng xəbərləri arasında öz ənənələrini, dəyərlərini qoruyub saxlamağa çalışırdılar. Gənc jurnalist Ramiz Əliyev məhz bu dövrdə öz peşəsini seçmişdi. O, universitetdə media və kommunikasiya sahəsində təhsil almış, sonra isə Sülhabada, kəndin ənənələri ilə modern texnologiyanı birləşdirərək, gerçəkliyi və insanın qəlbində yanan sarsılmaz ümidləri oxuculara çatdırmaq məqsədi ilə işləməyə başlamışdı. Ramiz, Tolstoyun romanlarındakı kimi dərin insan təfəkkürü və hissləri ilə dolu, həm də müasir medianın dinamik və dəyişkən dünyasını özündə əks etdirən bir qəhrəmandı. Ramiz, Sülhabadın dar küçələrində gəzir, insanlarla söhbətlər edir, onların həyat hekayələrini, sevinclərini və kədərlərini sənədləşdirirdi. O, inanırdı ki, media yalnız xəbərləri çatdırmaq vasitəsi deyil, o, insanların qəlbində yatan gerçəklikləri, gizli duyğuları və dərin əlaqələri ortaya çıxaran güclü bir vasitədir. Ramiz üçün hər müsahibə, hər görüş insanın həyatının bir parçasını, onun acısını, sevincini, ümidini və ümidsizliyini sənədləşdirmək demək idi. O, bu hekayələri oxuculara çatdıraraq insanların öz həyatlarına daha dərindən baxmalarını və əcdadlarının öyrətdiyi dəyərləri yenidən kəşf etmələrini istəyirdi. Bir gün Ramiz kəndin mərkəzində Sülhabadın ənənəvi meydanında toplanan insanlarla bir araya gəldi. Orada kəndin yaşlısı Məhəmməd bəy gənclərə keçmişin hekayələrinin, ailə bağlarının və ənənələrin nə qədər dəyərli olduğunu danışırdı. Məhəmməd bəyin səsi sanki illərin dərin hikmətini daşıyan, hər kəsin qəlbində yanan sarsılmaz ümidin təcəssümü kimi idi. O, deyirdi, bizim ailə əlaqələrimiz, torpağa bağlılığımız və ənənələrimiz yalnız keçmişə deyil, gələcəyə də işıq saçır. Hər birimizin özündə bir hekayə var və bu hekayələr bir araya gəldikdə böyük bir nağıl yaranır. Ramiz, Məhəmməd bəyin sözlərini dinləyərkən özündə dərin duyğular oyandı. O, düşündü, media yalnız xəbərləri çatdırmır, o, həm də insanların həyatının, onların ürəklərindəki əlaqələri və sevgi bağlarını işıqlandıran, gerçəkliyi ortaya çıxaran bir gücdür. Biz bu media vasitəsilə hər kəsin öz həyat hekayəsinin, ailə bağlarını və ənənələri öyrənməli və yaşatmalıyıq. O, bir anda qərara gəldi ki, Sülhabadın ənənəvi dəyərlərini və ailə əlaqələrini sənədləşdirən, hər kəsin qəlbində dərin iz buraxacaq bir jurnal layihəsi başlatmalıdır. Ramiz növbəti günlərdə kəndin ən qədim evlərinin birində köhnə ailə arxivlərini araşdırmağa başladı. O, məhəllənin hər küncündən ailə fotoşəkilləri, məktublar və keçmişdən gələn digər sənədlər tapdı. Hər bir sənəd bir ailənin, bir nəslin, bir qəlbin hekayəsini danışırdı. Ramiz bu hekayələri toplayaraq öz jurnalında əlaqələrin dərinliyi adlandırdığı xüsusi bir bölmə yaratdı. O, hər müsahibəni, hər sənədi, hər duyğunu böyük diqqətlə sənədləşdirir, onların hər birini oxuculara səmimi və dərin bir dildə çatdırırdı. Jurnalın ilk nömrəsi çıxdıqdan sonra Sülhabadın sakinləri arasında böyük maraq yarandı. Hər kəs öz həyat hekayəsinin, ailə əlaqələrini və keçmişin dəyərlərini yenidən düşünür, öz hisslərində yanan sarsılmaz ümid və sevgini xatırlayırdı. İnsanlar jurnal vasitəsilə yalnız xəbərləri deyil, həm də bir-birlərinin qəlbindəki dərin əlaqələri və sevgi bağlarını görürdülər. Bu, kənddə böyük bir dəyişiklik yaratdı.
Gənclər öz ailələrinin vəd etdiyi ənənələri, köhnə dostluqları və qardaşlıqları yenidən canlandırmağa başladığı, yaşlılar isə keçmişin ağır dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu anlatırdı. Media vasitəsilə yayılan bu hekayələr yalnız Sülhabada qalmadı, yaxın şəhərlərdən və hətta uzaq yerlərdən insanlar da bu jurnalın sətirlərini oxuyub, öz həyatlarına dair dərin düşüncələrə daldılar. Ramizin jurnalı Tolstoyun romanlarındakı kimi insanın öz içindəki gerçəklikləri və əlaqələri ortaya çıxaran, səmimi və dərin bir sənət əsəri kimi qiymətləndirildi. Hər kəs jurnalın sayəsindən öz həyatındakı əlaqələri daha da möhkəmləndirərək, ailə bağlarını və dostluqları yenidən qiymətləndirdi. Bir gün Sülhabadın meydanında böyük bir mədəniyyət gecəsi təşkil olundu. Bu gecədə jurnalın ən gözəl nümunələri, ailə hekayələri və şeir dolu sözlər oxundu. Mədəniyyət evində Ramiz jurnalını təqdim etdi və belə dedi: "Bizim həyatda ən böyük zənginlik ailə əlaqələrimizdə, dostluq bağlarımızda və keçmişin öyrətdiyi dəyərlərdə gizlidir. Media bizə yalnız məlumat çatdırmır, həm də insanın qəlbindəki sarsılmaz ümid və sevgini işıqlandırır. Gəlin, hər birimiz öz həyat hekayələrimizi, ailə bağlarımızı və ənənələrimizi yaşatmaqla gələcək nəsillərə bu dərin və səmimi dəyərləri ötürək." Bu sözlər həm gənclərin, həm də yaşlıların ürəyində dərin izlər buraxdı. O gecə mədəniyyət evində hər kəs öz həyat hekayəsinin, ailə və dostluq əlaqələrini bölüşdü. Hər kəs sanki bir-birinin qəlbinə toxunan, unudulmaz bir nağılın səhifələrini yazırdı. Gecənin sonunda insanlar evlərinə gedərkən ürəklərində sarsılmaz bir ümid və sevgi işığı daşıyırdılar. Zaman keçdikcə əlaqələrin dərinliyi jurnalı Sülhabadın ən dəyərli incilərindən birinə çevrildi. Hər nömrəsi ailə, sevgi və mərhəmət dolu hekayələrlə insanların həyatında dərin izlər buraxırdı. Ramiz və həmkarları jurnal vasitəsilə yalnız xəbərləri deyil, həm də insanın qəlbindəki sirləri, duyğuları və əlaqələri sənədləşdirərək gələcək nəsillərə öyrədiləcək əbədi bir miras yaradıblar. Sülhabadın sakinləri jurnalın sayəsindən ailə və dostluq əlaqələrinin nə qədər qiymətli olduğunu daha da dərk etdilər. Hər ailə, hər ev, hər məscid və hər dar küçə bir zamanlar yaşanmış, indiyə kimi qorunub saxlanılan dərin əlaqələrin və sevginin şahidi oldu. Gənclər jurnalın oxunduğu məclislərdən öz həyatlarında ailə bağlarının, dostluqları və insanlıq dəyərlərini daha da möhkəmləndirmək üçün addım-addım irəlilədi. Beləliklə, əlaqələrin dərinliyi, qəlblərin sirli nağılı adlı bu dastan Sülhabadın səmimi torpağında min illərin hikmətini və dəyərlərini yaşadan bir nağıl kimi media vasitəsilə yayıldı və nəsillərə ötürüldü. Hər kəs bilir ki, ən böyük zənginlik, ailə, sevgi və əlaqələr, yalnız maddi şeylərdə deyil, insanın qəlbində gizlidir. Biz bu dastanı yaşatmaqla gələcək nəsillərə, həmçinin bütün dünyaya gerçək, səmimi və dərin əlaqələrin, sevginin və ümidin gücünü bəxş etmiş o əbədi sədaları təqdim edirik. Bu hekayə yalnız Sülhabadın bir kəndində baş verən hadisələr deyil, həm də bütün insanlıq üçün ailə və əlaqələrin, sevgi və mərhəmətin əbədi simvoluna çevrilmişdir. Media vasitəsilə yayılan hər bir hekayə, hər bir şeir, hər bir xatirə insanların qəlbində sarsılmaz inam və ümid işığını daha da parlaq edərək, onların həyat yollarını işıqlandırmağa davam edəcək. Beləliklə, media işığında, gerçəklik və ümid yolunda səyahət adlı bu nağıl, Azərbaycanın qədim torpağından çıxan əcdadların hikmətini və sarsılmaz dəyərlərini gələcəyə daşıyan, hər kəsin qəlbində əbədi iz buraxan bir his olaraq, nəsillər boyu danışılacaq və yadda qalacaqdır.